Bugün Qubadlı şəhəri günüdür. 27 ildən sonra 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğalçılardan təmizləndi. Azərbaycan ordusunun əməliyyatları nəticəsində noyabrın 9-na dək şəhərlə yanaşı rayonun 41 kəndi azad olundu. Möhtərəm Prezident, Cənab Ali Başkomandan, sizin əmrinizə əsasən Qubadlı şəhəri işğaldan azad olunmuşdur. Hal-hazırda Qubadlı şəhərində Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır. Yaşasın Azərbaycan, yaşasın Ali Başkomandan, yaşasın Qubadlı şəhəri. Qubadlı Azərbaycandır! Qubadlı daim ermənilərin diqqət mərkəzində olub. Bölgə 20-ci əsrin əvvəllərində dəfələrlə hücuma məruz qalıb. 1988-ci ildən başlayaraq şəhərə zərbələr indirildi. Bəzi kəndlər yandırıldı. Qubadlının işğalı prosesi 1992-ci ilin fevralın 19-undan başladı. Ermənistan silahlı qüvvələrinin şəhəri bombalaması nəticəsində 5 nəfər həlak oldu, 20 nəfər isə yaralandı. Elə həmin ilin martında Qafandan şəhərə növbəti dəfə hücum edildi. Laçın və Şuşanın işğalı Ermənistan silahlı qüvvələrinin rayonu mühasirəyə alması ilə nəticələndi. 1993-cü ilin avqustun 31-də isə Qubadlı işğal edildi. Həmin dövr Qubadlıda 238 nəfər şəhid oldu. İşğal nəticəsində rayondan 30 minə yaxın məcburi köçkün Respublikanın müxtəlif yaşayış məntəqələrində məskunlaşdı. Ümumilikdə Qubadlıya 1,5 milyard dollar həcmində maddi ziyan dəydi. Şəhər strateji əhəmiyyətə malikdir. Bu səbəbdən Qubadlı həm də Zəngəzurun qapısı adlandırılırdı. Ermənistanın digər əraziləri ilə əlaqəsini təmin edən yolun bölgədən keçməsi də şəhərin əhəmiyyətini artırırdı. Cəbrayıl və Zəngilanın azad edilməsi Qubadlıya gedən yolun açılmasında əhəmiyyətli rol oynadı. Azərbaycan ordusunun peşəkar və dəqiq döyüş taktikaları şəhərin işğalçılardan təmizlənməsinə şərait yaratdı. Qubadlının da işğaldan azad olunması düşmənin bir növ bütün planlarını darmadağın etdi. Qubadlı öz relyefinə görə yeraltı, yerüstü sərvətləri kifayət qədər olan bir bölgəmiz sayılır. Qubadlının işğaldan azad olunması, yəni bir çoxları üçün çətin görünsə də, amma Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan ordusu bu işin öhdəsindən layiqincə gəldilər. Bölgədə ən gərgin döyüşlərin getdiyi yerlərdən biri Yazıdüzü yüksəkliyi olub. Qubadlı əməliyyatı Ovaqki Laçın dəhlizi və Gorus-Qafan yoluna nəzarəti ələ almağa imkan verdi. Döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Qarşı tərəf itki verərək silah sursatlarını ataraq qaçmağa məcbur oldular. Qubadlı bizim üçün həm də Bərgüşadla deməli iki çayın qovuşması, yəni yerində yerləşən bir strateji obyektdir, həm də rayondur. Ona görə də Qubadlıya xüsusi diqqət yetirilib və Qubadlının tikilib qurulması ilə bağlı artıq Nazirlər Kabinetinin də planı mövcuddur. Bir də heç vaxt düşmən ayağı Qubadlı ərazisinə dəyməyəcək. Çünki orada həm Dövlət Sərhəd Xidməti, həm Müdafiə Nazirliyi və digər vacib dövlət strukturları, güc strukturları yerləşiblər. Bugün Qubadlıya həyat yenidən qayıdır. Bölgədə bərpa quruculuq işlərinə başlanılıb. 2021-ci ilin oktyabrın 27-sində Qubadlı gömrük postu yaradıldı. Bu, strateji qərarlardan biri hesab olunur. Postun fəaliyyəti bölgədə qanunsuz əməllərin qarşısının alınmasına, dövlət sərhədinin qorunmasına və gömrük nəzarətinin effektiv həyata keçirilməsinə xidmət edir. Azərbaycan Respublikasının müvafiq dövlət orqanları azad olmuş ərazilərimizdə, o cümlədən Qubadlıda öz yurisdiksiyasının icrasına başladılar. Artıq Qubadlı rayonunun ərazisində Qubadlı gömrük postu təsis olundu. Bu, Azərbaycanın həmin ərazilər üzərində iqtisadi suverenliyinin bərpasının göstəricisi idi. Müvafiq dövlət orqanlarının yurisdiksiyasının icrası demək idi. Çünki cənub tərəfdən, digər tərəfdən qaçaqmalçılıq və digər qanunsuz hərəkətlərin qarşısının alınması məqsədi ilə müvafiq dövlət orqanı Azərbaycan hökumətinin tapşırığı əsasında orada Qubadlı gömrük postunu təsis etdi. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Qubadlıya səfər etdilər. Dövlət başçısı şəhərdə Azərbaycan bayrağını ucaltdı. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də Xanlıq Qubadlı yolunun təməl qoyma mərasimində iştirak etdilər. Eyni zamanda Qubadlı yarım stansiyası və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı keçirildi. 2022-ci il oktyabrın 19-da dövlət başçısı Qubadlı şəhərinin baş planı ilə tanış oldu. Onlar Bərgüşad çay və Zabuxçay su anbarının layihələri ilə tanış oldular. Həmçinin Qubadlı elektrik şəbəkəsinin rəqəmsal idarəetmə mərkəzinin təməli qoyuldu.
2023-cü il mayın 4-də Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, tam orta məktəb binasının, rayonun Xınalıq, Mahruzlu, Zilanlı kəndlərinin təməlini qoydu. Birinci mərhələdə Xınalıqda 356, Mahruzluda 145, Zilanlı kəndində isə 159 fərdi evin tikintisi nəzərdə tutulur. Uzunmüddətli investisiya qoyulması nəzərdə tutulur. Torpaqlarımız işğal altından azad olunandan bu ilin sonunadək Azərbaycan Respublikasının büdcəsindən 23 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Təbii ki, burada Qubadlı rayonunda öz payı var. Qubadlı-Laçın rayonu, Xudafərin Qubadlı-Laçın rayonlarından keçən avtomobil yolunun yaradılması, tikilməsindən bağlı sürətlə fəaliyyət həyata keçirilir və ümid edirik ki, qısa müddətdən sonra o ərazidən qovulmuş köçkünlərimiz də öz torpaqlarına qayıdacaq. Böyük qayıdışa dair birinci dövlət proqramına əsasən Qubadlı kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəz kimi inkişaf etdiriləcək. Nazirlər Kabineti 2025-ci ilin sentyabrın 9-da Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair baş planını təsdiq edib. Qubadlı Eyvazlı avtomobil yolunun tikintisi bölgənin nəqliyyat imkanlarını genişləndirəcək. Bu da rayonun sosial-iqtisadi inkişafına təkan verəcək. Hazırda Qubadlı rayonunun Zilanlı kəndində tikinti işləri davam etdirilir. Birinci mərhələdə 926 sakinin məskunlaşdırılması planlaşdırılır.